Xanımlar, Fabel şirkətində neçə addım var və bu addım şərtləri nədir? Qeyd edim ki, 5 addımımız var. Birinci addım tamamilə pulsuz şəkildə. İkinci addımımız qeyd edim ki, əgər siz kataloq qiyməti ilə 55 manatlıq alış-veriş edirsinizsə, siz cəmi məhsullarımızın şəklində yerləşdirəcəm videoda. Cəmi 9 manata götürürsüz. Yox, əgər siz kataloq qiyməti 100 manatlıq alış-veriş edirsinizsə, cəmi 3 manata götürmüş olursunuz. Təbii ki, bu kataloq qiyməti ilə özünüz də görəcəksiniz ki, tamamilə çox gözəl, bahalı məhsullardır. Siz onları istəsəniz özünüz istifadə edirsiniz, istəsəniz də özünüzə büdcə yaradırsınız inkişaf etməkdən ötürü. Üçüncü addım hədiyyəmiz qeyd edim ki, birinci tamamilə pulsuzdur və kataloqun sonunda olan hansı kataloqdan qeydiyyatdan keçib sifariş yerləşdirirsinizsə, o həmin məhsuldur. Hədiyyə olaraq qazandığınız ikinci addımımız 4 ədəd təmizlik vasitəsidir. Üçüncü məhsulumuz qeyd edim ki, bizim parfümlərimizdir. 2 ədəd parfüm seçirsiniz. Yenə eyni qaydada. Dördüncü addımımız üzə qulluq dəstidir. Qulluq dəstimiz 5-ci isə dekorativ kosmetika məhsullarıdır. Baxın. Dekorativ kosmetika məhsullarıdır və fikir verirsinizmi ki, şirkətimiz sizə həm təmizlik vasitələri, həm parfümlərdən, həm qulluq dəstlərindən, həm də dekorativ kosmetikalardan hədiyyə ona görə seçib ki, yəni addım olaraq ona görə seçib ki, siz bütün Fabel şirkətinin bilirsiniz çox çeşidli məhsulları, hər bir məhsulundan istifadə edib onun keyfiyyətini biləsiniz, keyfiyyətindən benim fikriniz olsun və əgər siz o məhsulları sevib, düzgün istifadə edib nəticəsini gördükdən sonra burada şəbəkə yaratmaq üçün əlinizdə bir alətiniz olacaq. Bu məhsulların çünki artıq siz özünüz keyfiyyətindən bilirsiniz, məmnunsunuz keyfiyyətindən və onu artıq insanlara tövsiyə görərək burada şəbəkə yaradırsınız. Və qeyd edim ki, əgər sizin hətta və hətta 100 manatlıq alış-verişdə ağıllı sifariş yerləşdirib balınız 50 bal olursa, siz həm məhsulları 26% endirimdən götürürsünüz, addımları 3 manatdan götürdüyünüz üçün 6 manat buradan endirim qazanmış olursunuz və əgər komandanız varsa, həcmli endirim olaraq siz burada marj sisteminə də düşürsünüz. Üzrlə hesab edin. Bu yazdıqlarım düşməmişdi, ona görə sonunda göstərirəm ki, baxın bu formada kimin nə sualı olsa yazar, mən sizə ətraflı məlumat verərəm.